Salam. Bu videoda biz sizə Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura üçün tərtib olunmuş test toplusundan preposition bölməsinin testlərinin izahına baxacağıq. Deməli, birinci başlayaq. Birinci testin did you come here, car, car və food var burada, car və food. Deməli, burada biz hansı qaydaları tətbiq edəcəyik? Bunun üçün bir neçə qeydi mən bura yazacağam. Deməli, birinci növbədə bilmək lazımdır ki, nəqliyyat vasitələri əgər söz önlüyü ilə birbaşa işlənirsə, bütün nəqliyyat vasitələri ilə by söz önlüsü işlənir. Necə? Məsələn, by car kimi və yaxud by taxi formasında bütün nəqliyyat vasitələri by söz önlüsü ilə işlənir. Amma əgər nəqliyyat vasitəsi ilə, yəni belə baxsaq məsələyə, prepositionla, nəqliyyat vasitəsi ilə söz önü arasında əgər article varsa və yaxud possessive case varsa, yəni onsuz da sadəcə bu ikisi ola bilir. Possessive case varsa, bu zaman artıq yəni həmin nəqliyyat vasitəsi ilə məsələn car yazım, bus yazım. Bu zaman artıq biz by işlədə bilmərik. Bəs nə işlədəcəyik? Bu zaman bizə hansı söz önü kömək olacaq? Deməli, unutmursunuz ki, in söz önüsü plus article da balaca yazacağam və yaxud preposition olsa, bu zaman olur car, taxi və helicopter. Amma digər nəqliyyat vasitələri ilə isə on söz önüsü işlənməlidir. Article və yaxud preposition olsa, bu zaman məsələn bus, plane, train, ferry, etc. Yəni və s. Amma bir dənə də qaydanı yazıram bura. On foot. Bu istisnadır. Diqqətli olun. On foot piyada, bu heç birinə uyğun gəlmir. İstisnadır. Deməli, bura baxırıq. Car, baxırıq ki, birbaşa işlənir. Birbaşa işlənibsə, bu zaman artıq biz oraya yazmalıyıq. Deməli, with söz önlüsünü çıxırıq variantlar arasından. On söz önlüsünü çıxırıq. In söz önlüsünü çıxırıq. By söz önləri qalır. Food da onun söz önlüsü ilə işlənməli. Düzgün variant A variantıdır. İkinci testdə he left Istanbul 10 o'clock. Unutmursunuz, leave və yaxud onun keçmiş zamanı left feili yer bildirən sözlərlə işləndikdə, bu hissiyə çox diqqətli olun. Yer bildirən sözlərlə işləndikdə ya boşluq olur, ya forla olur. Yəni söz önlüsüz olduqda leave, left feili yer bildirən sözlərlə işlənib, söz önlüsüz olduqda mənası yola düşmək olur. Amma for söz önlüsü, üzr istəyirəm, söz önlüsüz olduqda mənası tərk etmək olur. Amma for söz önlüsü ilə işləndikdə isə mənası yola düşmək olur. Amma into ilə işlənməz heç bir halda. To ilə işlənməz, from ilə işlənməz. Düzgün variant ya fordur, ya boşluqdur. İkinci tərəfə baxırıq. 10 o'clock saatdır. Deməli, saatlarla biz bilirik ki, ət söz önlüsü işlənir. Amma bu hissiyə diqqət eləyin. Yəni, biz bir şeylə deyiriksə ki, məsələn, ət söz önlüsü işlənir, deyirik saatlarla ət söz önlüsü işlənməlidir. Bu o deməkdir ki, orada in söz önlüsü işlənməz, on söz önlüsü işlənməz. Amma bu o demək deyil də, başqa heç bir söz önlüsü işlənməz. İndi burada 10 o'clock var. Ona görə ət söz önlüsünü düşündürürük və variant deyil, həqiqətən də C variantıdır. Amma məsələn, burada since də yaza bilərdik hansı halda? Burada left yox, məsələn, has left olsaydı, bitmiş zamanda olsaydı, biz bura since yazardıq. Çünki unutmuruq ki, heç vaxt bitmiş zamanlarda deməli, zaman bildirən söz önlüyü kimi in, on, ət söz önlülərini görə bilmərik. Bitmiş zamanlar heç vaxt in, on, ət zaman bildirən söz önlülərlə işlənmir. Davam edirik. Üçüncü testdə. He was looking his pen. Look'un ifadələri var idi bildiyimiz kimi. Look at baxmaq idi, look for axtarmaq idi, look through nəzərdən keçirmək idi, look after qeydinə qayğısına qalmaq idi. Look like oxşamaq idi, look out ehtiyatlı olmaq idi, look out of çölə baxmaq idi. Bir neçə ifadəsi var idi, amma burada aydın məsələ ki, look up məsələn kitabdan, lüğətdən, ensiklopediyadan, internetdən axtarmaq idi. İndi burada his pen yazıbdır, o öz qələmini yəqin ki axtarır mənası verməlidir. Ona görə düzgün variant D variantıdır. Great changes have taken place Azerbaijan in 1988. Yaxşı. Deyir ki, böyük dəyişikliklər baş verib Azərbaycanda, dadə mənasında ölkə adlarının qarşısında in söz önlüsü işlənməlidir. Ona görə onsuz da variantımız Y variantı olur. Çox asan bir testdir və diqqət edirik bura have taken place bitmiş zamandadır və bitmiş zamanlarda biz bilirik ki, since söz önlüsü işlənməlidir. Davam edirik 5-ci testdə. They left the seaside only a week ago. Yaxşı. Yenə leave left feili var və sonra yenə yer bildirən söz var. Ya boşluq, ya for söz önlüsü düzgün variant A variantıdır. People who go excursion. Unutmuruq.
go normalda to ilə işlənir. Məsələn, to Turkey burada var əslində. Go normalda to ilə işlənir. Go keçmiş zamanı verb. Amma bu səyahət, istirahət sözləri var. Hansı ki, excursion'dır, travel'dır, voyage'dir, trip'dir, sonra business'dir, ezamiyyətə getmək, iş üçün getmək. Bu sözlər olduqda orada on sözünüsü işlənməlidir. Ona görə in sözünüsü, to sözünüsü, for sözünüsü çıxırıq, on variantlarına baxırıq. Kənsi, place of interest-də interesting places deməkdir. Elə birləşmədir. Ona görə düzgün variantımız B variantıdır. 7-ci testə gəlirik. My food was the meat, wild goats and birds which I shot with my gun. Silahımla ovladığım deyərəm. Elə axırıncı tərəfə görə düzgün variantımız B variantıdır. Mənim silahımla ovladığım yabani keçilərin və quşların ətidir deyir yeməyi. Davam edelim. 8-ci də we had a wonderful time party Saturday night. Yaxşı, Saturday night-a baxırıq birinci növbədə. Normalda Saturday sözünə görə 10 yazmalıyıq, night sözünə görə ət yazmalıyıq. İndi hansını yazaq? Birinciyə mi baxaq, ikinciyə mi baxaq? Belə deyil qaydamız. İki zaman sözü ardıcıl işləndikdə 10 sözünüz işlənməlidir. Ona görə düzgün variantımız C variantıdır. Təkrar edirəm qaydanı, yəqin ki, videoya baxanlar qeyd edər. İki zaman sözü ardıcıl işləndikdə orada 10 sözünüz işlənməlidir. 9-cu testə gəlirəm. The parents decided to take the children out, walk the evening. Yaxşı. The evening deməli günün hissələri normalda günün hissələri 3 dənə hissəsi morningdir, eveningdir, afternoondur. İndən işlənir. Bura düzgün variantımız artıq çıxdı. A variantıdır. Amma yerdə qalan günün hissələri, yəni günün hər hansı bir vaxtını ifadə edən sözlərin, zaman zərflərinin hamısı ətlə işlənir. Məsələn, night, məsələn, midnight, noon, sunset, sunrise, dawn kimi sözlər hamısı deməli ət sözünüsü ilə işlənməlidir. 10-cu testə gəlirik. I decided to stay. Stay in bed ifadədir. Yataqda qalmaq, yerində qalmaq. Yaxşı, burada week nədir? Bir vaxt periodudur. Vaxt periodları iki söz önü ilə işlənir. Biri indir, biri fordur. In sözünüsü ilə işləndikdə xüsusilə gələcək zaman əlaməti daşıyır. Yəni, məsələn, in a week nə deməkdir? Bir həftə içində, bir həftədən sonra deməkdir. Amma for sözünüsü ilə işləndikdə isə hərəkətin davam etmə müddətini ifadə etməkdədir. Deyir ki, mən bir həftə yataqda qalmağa qərar verdim. Bu hərəkətin davam etmə müddətidir. Ona görə burada for sözünüsü işlənməlidir. Deməli, birinci tərəfə in, ikinci tərəfə for verməliyik. Düzgün variant A variantıdır. There was much difference him and the other brother. Deyir ki, çox fərq var. O və onun digər qardaşı arasında between yazmalıyıq. Deməli, bilir ki, between iki şəxs və ya əşya arasında deməkdir. Amma among 3 və daha artıq şəxs və yaxud əşya arasında deməkdir. Davam edirik 12-ci testlə. 12-ci testdə he is getting higher education, leaving his job. Deyir ki, o ali təhsil alır, leaving his job, işini tərk etmədən olar. Madam mədən mənasını without verir. Without həm madam mədən, həm də sız mənasını ifadə edirdi. 13-cü testdə my brother has been lying ill the hospital 3 weeks. Yaxşı, has been lying yenə bitmiş zamandadır. Deməli, deyir ki, mənim qardaşım xəstəxanada yatır. Deməli, əslində ikinci tərəfə baxsaq daha yaxşıdır. Burada 3 weeks var. 3 weeks nə deməkdir? 3 həftə hərəkətin davam etmə müddətidir. Hərəkətin davam etmə müddəti verilməlidir. For sözünüsü ilə ikinci tərəfə for sözünüsü yazdıqda cavabımız B variantı olur. Deməli, unutmuruq. Əsasən bitmiş zamanlarda zaman sözünüsü kimi biz iki sözündən danışırıq. Biri since-dir, biri isə for-dur. Deməli, since nədir? The point-dir. For nədir? The period-dir. Nə deməyə çalışıram? Since bitmiş zamanlarda bir nöqtədən bəri mənası verir. Məsələn, deyirəm ki, I have been ill. Okay. Burada since-dən nə verə bilərik? Deyə bilərik since. Yaxşı. Birinci deyim Monday. Bazar ertəsindən bəri xəstəyəm. Deyim September. Sentyabrdan bəri xəstəyəm. Hətta deyim the 5th of September. Of September. Sentyabrın 5-dən bəri xəstəyəm. 5 o'clock. Saat 5-dən bəri xəstəyəm. Və yaxud keçmiş sadə zamanda olan bir cümlə deyə bilərəm mən bura. Məsələn, I came back. Qaydandan bəri xəstəyəm. Yaxşı. Deməli, since bir vaxt, hər hansı bir zamanda bir nöqtə ilə
işlənir. Yəni həmin vaxtdan bəri mənasında işlənir. Amma for nədir? Bayaq da vurğuladıq. Hərəkətin davam etmə müddətidir. Hərəkətin davam etmə müddəti isə bir periodla verilməlidir. Yəni necə? Yəni məsələn ola bilər I have been ill. Mən xəstəyəm. For verdikdə nə deyə bilərik? For verdikdə deyə bilərik məsələn 5 days. 5 gündür ki, xəstəyəm. Hətta biraz məntiqsiz çıxsa da 3 hours. 3 saatdır ki, xəstəyəm. Və yaxud deyə bilərik a long time. Uzun müddətdir ki, xəstəyəm. Hətta a short time. Deməli, qısa müddətdir ki, mən xəstəyəm. Yaxşı. Buradan tuturuq ki, for nə ilə işlənməlidir? Periodlarla işlənməlidir. İndi burada istəyirəm. Yaxşı. Burada biz baxırıq ki, bu tezlikdir. 3 weeks var burada. 3 weeks bir vaxt periodudur. Ona görə biz ora since yox, for verməliyik. Onsuz da bitmiş zamanlarda, xüsusilə indiki bitmişdə biz ikisindən danışırıq. Since-dən və for-dan. Who is that lady sitting the sofa corner? Yaxşı, unutmuruq. At the table və yaxud round the table biz stolun deməli arxasında otura bilərik. Yəni deyə bilərik I sit at the table, I'm sitting at the table, və yaxud nə deyə bilərik? Round the table deyə bilərik. Round the table-da yazmıram oranı. Sonra stulla necə yazırıq? On the chair yazırıq. On the chair. Sonra on the sofa, divanda. On the sofa olmalıdır. Amma kresloda isə in the armchair yerləşməli aşağıdan yazıram. Kresloda isə in the armchair deməliyik. İndi burada sofa var, ona görə on yazmalıyıq. Deməli, C variantı ilə Y variantı qalır. Corner, cornerda necədir məsələ? Deməli, otağın küncündə in the corner of ifadəsi ilə işlənir. Amma küçənin küncündə at the corner of da deyirlər, hətta on the corner of da deyə bilirlər. Ona görə düzgün variant C variantıdır. Burada yəqin ki, divan otağın küncündədir. I want to speak you. Yaxşı. Baxın, demək, söyləmək qəbilindən olan sözlərin hamısı to ilə işlənir. Yəni necə? Speak feili to ilə işlənir. Düzdür, deyəndə dilə, yəni Azərbaycan dilində tərcümədə with sözünün üstünə daha uyğun gəlir, amma biz to ilə işlədəcəyik. Məsələn, talk to ilə işlənəcək. Məsələn, say to ilə işlənəcək, amma unutmuruq, tell keçmiş zamanda tolddur. Söz önüsüz işlənir. Yəni to gələ bilməz. Bundan sonra biz bura to verməliyik. With, about, at getdi. Mən səninlə ciddi danışmalıyam. Said the doctor, həkim dedi. Yəqin ki, kimə? Xəstəyə dedi. Cavabımız B variantıdır. Amma burada da diqqət olun. Məsələn, burada speak-dən sonra to yazdıq. Tərcümə də elədik, düz gəldi. Amma mən demirəm sizə ki, speak olan hər yerdə to işlənməlidir. Məsələn, deyə bilərəm ki, I want to speak about Novruz holiday. Mən Novruz bayramı haqqında danışmaq istəyirəm. İndi burada, yəni deməyə çalışdım, söz önləri tərcümə eləməmiş iş görməmək lazımdır. Burada səninlə danışmaq istəyirəm. Bəli, to söz önüsü işlənməlidir. Amma mən bayaq dediyim cümlədə isə deyirəm I want to speak about Novruz holiday. Mən Novruz bayramı haqqında danışmaq istəyirəm. Axı mən burada a, ya, ya mənası, ilə, lalə mənası vermək istəmirəm. Mən burada haqqında mənasını ifadə etmək istəyirəm ki, bu da about söz önüsü ilə mümkündür. I was walking the platform. Yaxşı, mən platformada yeridim. When train arrived station. Yaxşı, arrive feili haqqında danışaq sizə. Arrive feili deməli, müəssisələrə, qurumlara getmək, gəlib çatmaq mənasını ifadə etdikdə at söz önüsü ilə işlənir. Amma coğrafi yerlərə, məsələn, coğrafi yer kimi biz vurğulaya bilərik kənd, rayon, şəhər, ölkə. Bunlarda isə in söz önüsü ilə işlənir. Bir dənə də istisna var. Arrive on the island, onu unutmursunuz. Deməli, qurumlara, müəssisələrə gəldikdə at söz önüsü işlənməlidir. Yəni nədir bu? Ola bilər, deyək ki, stansiya, ola bilər meydança, ola bilər aeroport, ola bilər kino, teatr. Bunlarda biz işlətməliyik at söz önüsü. Amma deməli, təkrar edirəm, coğrafi məkanlarda biz işlətməliyik in söz önüsü. İndi burada station olduğuna görə biz at söz önüsü işlətməliyik. İkinci tərəfdən variantları çıxırıq. Cavab C və A variantı qalır. Platforma boyunca hərəkət eləyərik. Cavabımız C variantıdır. Çünki platforma düz bir səthdir. Onun içində hərəkət edə bilmərik. Deməli, 17. I think I'll be able to speak. Yenə speak var burada. Mən düşünürəm ki, mən səninlə danışa bilərəm. With söz önləri gedir. About it. Onun barəsində danışa bilərəm. Cavabımız A variantıdır. On the phone. Unutmursunuz. On the phone, on the internet, online. Bunlar on söz önüsü ilə işlənməlidir.
Deməli 18-ci testdə deyir ki, you'll be passing the cinema your way work. Unutmursunuz birləşmə on the way to olmalıdır. On the way to yazsaq bura. Deməli getdi, bu variant getdi, bu variant getdi, düzgün variant A variantıdır. Pass də onsuz da by ilə işlənir. Yəni nəyinsə yanından ötüb keçmək deməkdir. Christmas. Yaxşı. Bu hissəyə gələk. Christmas. Bayram adları. Əgər holiday, holiday bayram sözü və yaxud bir də if sözü ilə işlənsə, bunların qarşısında biz yazmalıyıq on. Amma bu holiday və if sözləri yoxdursa, bayram adı təkdirsə, bu zaman onların qarşısında at sözünü işlətmək lazımdır. Yəni B və D variantları silinir. Christmas I met Ted and recognized him at once. İfadə də at once dərhal deməkdir. Düzgün variant Y variantıdır. Axırda da he looked like his elder brother. O böyük qardaşına oxşuyur. Everybody was excited the news. Görürsünüz, deməli, hər kəs həyəcanlanır, xəbərdən həyəcanlanır. Burayla tutmayacaq. Sona gələk. Bizim komandanın ın sözünsü of sözünsüdür. Qələbəsinin yenə of sözünsüdür. Xəbəri ilə həyəcanlandılar. Xəbərindən həyəcanlandılar. İki tərəfdə of sözünsü olmalıdır. Düzgün variant C variantıdır. Yaxşı. Deməli, bu birləşmə kimi 21-ci test üçün də qeyd edirəm. To be grateful to somebody for something. Bunu da ifadə kimi yazıb əzbərləyə bilərsiniz. To be grateful to somebody for something yazdıq. 2 dənə variant qalırdı burada səhv etmirəmsə. Bəli, A variantı və D variantı qalır. Deyir ki, mənim müəllimlərimə for all they have done for me, mənim üçün etdikləri hər şeyə görə minnətdaram. Düzgün variant A variantıdır. 22-ci testdə Tom was different. Yaxşı. To be different. From-dan işlənir, amma yəni kimdənsə fərqlənmək mənasında. Baxaq görək o mənanı mı vermək istəyibdir. Tom deyir fərqlidir. Digər bütün insanlardan fərqlidir. Bəli, variantımız D variantı olur. Deyir ki, she didn't know anyone. Deyir ki, o heç kimi tanımayıb. Like him, onun kimi heç kəsi tanımırdı. Yaxşı. When I saw that actress stage. Stage ilə on the stage olur. On the stage. Düzgün variant B ilə C variantı qalır. For the first time desək, cavabımız olacaq B variantı. The name Eurasia is made joining the first three letters Europe, the name Asia. Yaxşı. Deyir, Avrasiya adı, Eurasia adı, Avrasiya adı. Baxın, bir prosesi necə getdiyini ifadə ediriksə, yəni getmə üsulunu, yolunu ifadə ediriksə, bunu by sözünsü vasitəsilə edirik. Deyir, Avrasiya adı, indi soruya gəlirəm. Asiya adının, mən bura Asiya adı ilə Avropa adının 3 hərfi. Yaxşı. Avropanın, birinci səfə by sözünsü yazanda onsuz variantlar cavab qalır bu variantı. Asiya adı ilə, bəli, viz olmalıdır. Asiya adı ilə Avropanın of sözünsü 3 hərfinin birləşməsi ilə yaranır. Asiya adı ilə, bax görürsünüz, Asiya adı bütöv burada var. Avropa adının 3 hərfi, bax, Avropa adının 3 hərfi, ın da bilirsiniz ki, of sözünsüdür. Düzgün variant D variantıdır. What books Jack London? Unutmursunuz, əsər, yəni əsərin adı da yaza bilər, sadəcə əsərlərin növü də yaza bilər, kitablar, nə bilim, works yazar. Əsər plus müəllif olduqda by sözünsü işlənməlidir. Məsələn, deyə bilərik, Xəmsə by Nizami. Məsələn, deyə bilərik, 1984 by George Orwell. Yəni, əsər plus müəllif və yaxud deyə bilər, The Last Supper by Leonardo da Vinci. Fərq eləmir də, yəni, rəsm əsəri olsun, kitab olsun, bunlar əsər plus müəllif olduqda by sözü işlənməlidir. Read in the original ifadədir. Read in the original ifadəsi orijinaldan oxumaq deməkdir. Düzgün variant by və in sözünsü D variantıdır. I went to the theater 6 o'clock Sunday. Sunday ilə onu işlətməliyik. Deyir ki, mən kinoteatrə getdim bazar günü saat 6-da. Deməli, burada at sözünsü yazmalıyıq. Düzgün variant Y variantıdır. Bayaq vurgulamışıq saatlarla at sözünsü. Paul is interested. To be interested in olmalıdır. Paul is interested in English literature. Deyir, Paul İngilis dili ədəbiyyatına maraqlıdır. He has got a lot of books. A lot of books. Onun çoxlu kitabları var. Yəqin ki, İngilis yazarlar, deməli,
Birinci səhvə in, ikinci səhvə of yazmalıyıq. Getdi. Yəni ingilis yazarlar tərəfindən yazılmış. Yenə əsər plus müəllif kimi baxaq bura. Əsər plus müəllif olduqda bayaq vurğulamışdıq ki, by sözünüzü yazılmalıdır. 28-ci testdə mother was angry. Deyir ki, ana əsəbi idi. Tarixdən pis qiymətlər aldığına görə əsəbi idi. Angry with somebody for something ifadədir. Qeyd edərsiniz. Angry with somebody for something. Ona görə düzgün variant D variantıdır. Həm də get bad mark, get good mark in history, in geography, in literature. Yəni tarixdən, coğrafiyadan, ədəbiyyatdan pis qiymət almaq, yaxşı qiymət almaq orada fənnin adı inlə işlənməlidir. It's a tradition our schools to hold a meeting the 1st of September. Yaxşı, burada olmalıdır on the 1st of September, çünki günlük zaman dilimləri 10 sözünüsü ilə işlənməlidir. Baxın, on the 1st, yəni sentyabrın 1-də günlük bir zaman dilimidir. Təkrar edirəm, sentyabrın 1-də. Yəni burada da of olmalıdır. 10 ofla bitməlidir. Getdi. Düzgün variant D variantıdır. Niyə burada əslində birinci tərəfdə əti birbaşa yazmadan keçirəm? Bunun təyini biraz çətindir. Yəni necə? Bu ictimai yerlər var. Məktəbdir, kinoteatrdır, stansiyadır. Bu tip yerlərdə, stansiyanın nəsində olmaz da, kinoteatr, məktəb, xəstəxana, universitet, kollec, bu tip sözlərdə in sözünüsü də ola bilər, ət sözünüsü də ola bilər. Bu nədən asılıdır? Biz bunlarla müəssisə kimi, qurum kimi danışırıqsa bunlar barəsində, orada ət sözünüsü yazılmalıdır. Amma biz onlarda məhz bina kimi danışırıqsa, in sözünüsü yazılmalıdır. Yəni necə? Məsələn, deyirəm ki, I work at a hospital. Mən bir xəstəxanada işləyirəm. Mən bu zaman işlədiyim qurumun xəstəxana olduğunu nəzərinizə çatdırmağa çalışıram deyə. Ona görə mən ondan qurum kimi danışıram deyə ət sözünüzü yazıram. Deyirəm ki, və yaxud deyirəm ki, I am in the hospital. Can you take me to the station? Mən xəstəxanadayım, məni stansiyaya apara bilərsən. Mən bu zaman isə xəstəxana binasını nəzərdə tuturam ki, gəl bu binadan məni götür, stansiyaya apar. He asked questions. Yaxşı. Question after question ifadəsi sual ardınca sual, yəni durmadan sual verirdi, çoxlu sual verirdi mənasındadır. Without waiting for an answer, cavab gözləmədən düzgün variantımız C variantıdır. 30 yükləyəcəm ki, videonu, yəni çox da uzun olmasın. Ona görə indilik videonu dayandırıram.